PowerPoint dərslərimizə davam edirik. Növbəti isə növbəti qrupumuz Show Slides-dir. Burada gördüyünüz kimi all dedikdə başlanğıcdan bütün slaydlar sona qədər göstəriləcək. From to var. Hansı slayddan başlasın və hara kimi göstərilsin. Məsələn, ikinci slayddan başlayıb tutaq ki, üçüncü slayd, yəni bir slayd və yaxud dördüncü slayda kimi iki slayd göstərə bilərik. İkinci, üçüncü və dördüncü slaydı bizə göstərəcək. Daha doğrusu 3 slayd göstərmiş olur. Custom Show dedikdə isə hansı ki biz daha əvvəl burada bu hissədə sizə göstərim. İki cür yaratmışdıq slaydların necə göstərilməsini. O ardıcıllıqların hər hansı birini buradan seçə bilərik, hansı formada göstərilsin. Növbəti isə Advanced Slide hissəsidir. Advanced Slide hissəsində gördüyünüz kimi 2 ədəd seçim var. Manually və Using Time if Present. Bu nə deməkdir? Manually slaydlar adətən istifadəçi özü klaviatura dolanmaqlar vasitəsilə irəli və geri düyməsinə basmaqla slaydları dəyişdirə bilər. Using Timings if Present isə əgər slaydlar üçün müəyyən vaxt intervalları təyin edilibsə, bu seçim aktiv olduqda slaydlar avtomatik həmin vaxtlara uyğun keçəcək. İndi onu da sizə birazdan göstərəcəm. Növbəti isə Multiple Monitor hissəsidir. Burada bir neçə ekran işlənənlər üçün nəzərdə tutulub. Burada gördüyünüz kimi Slide Show monitor var. Bu nə deməkdir? Əgər kompüterdə bir neçə monitor qoşulubsa, təqdimatın hansı ekranda göstəriləcəyini seçməyə bizə imkan verir. Əsasən primary monitor, yəni əsas monitor olaraq qalır, amma ikinci ekrana keçmək də mümkündür. Və yaxud avtomatik olaraq, avtomatik seçdikdə sistem tərəfindən əsas monitorun hansı olduğu avtomatik olaraq təyin olunur və onun nəzərindən bizə göstərilir. Resolution isə təqdimatın göstərəcəyi ekranın çözünürlüyünü idarə edir. Məsələn, 1920-1080 və daha keyfiyyətli görüntü verir. Lakin zəif kompüterlərdə bəzi yavaşlamalara səbəb ola bilər. Keçirik növbəti hissəyə. Burada növbəti hissə Hide Slide bölməsidir. İstənilən slaydı, hər hansı bir slaydı buradan gizləyə bilərik. Məsələn, gələk ikinci slaydı biz Hide Slide dedik. İkinci slayd gizlənmiş olur. Və təqdimatda gördüyünüz kimi birinci slaydın avtomatik olaraq üçüncü slayda keçmiş oldu. Bunu yenidən bunu deaktiv etməklə unhide eləyə bilərik, yəni yenidən göstərə bilərik. Növbəti hissə bizdə Reverse Timing funksiyasıdır. Bu funksiya vasitəsilə slaydlar arasında keçidi biz təyin edə bilərik. Yəni müəyyən vaxt intervalı gəlir. Klik edirik. Məsələn, başlayır birinci slayddan. Burada gördüyünüz kimi vaxt davam edir. Hər hansı bir mətn varsa oxuyuruq, qeydlərimizi aparırıq. Sonra keçirik növbəti hissəyə. O bizim üçün bütün vaxtları burada qeyd edir. İstəsək həmçinin pauza da verə bilərik və fikrimizi cəmləyib, məsələn, hardan davam etdiyimizi yadımıza salandan sonra resim rekord dedikdə rekord yenə də davam edir. Məsələn, buradakı qeydlərimizi də aparıb keçirik növbəti hissəyə. Bu formada davam edir. Və sonunda bizdən soruşur ki, təyin etdiyiniz ardıcıllıq üzrə slayd göstərilsin, yoxsa yox. Belə deyək, bu əsasən təqdimatlarda və s. istifadəsi avtomatlaşdırılmış slayd keçidlərindən istifadə edə bilər. Nə deməkdir? Yəni bir var, bütün slaydları bir-bir klaviaturanın düymələri vasitəsilə irəli və geri edək. Bir də var ki, toxunmadan müəyyən vaxt intervalı təyin edirik. Məsələn, bizim bu mətni oxumağımıza 15 saniyə vaxt lazımdırsa, real olaraq onu qoşub mətni oxuyuruq və o saniyə orada gedir. Sonunda təsdiqlədikdə isə slayd yenidən başladıqda avtomatik olaraq qeyd olunan vaxtlarda, məsələn, bu slayd 15 saniyə ərzində, növbəti slayd 5 saniyə ərzində keçid edir. Növbəti isə Record Slide Show hissəsidir. Bu hissədən biz cari slayd səhifəsinə və birinci slayddan başlayaraq qeydlərimizi apara bilərik. Məsələn, bu slaydla başlayaq. Burada hər hansı bir əvvəlcə rekord deyirik. Müəyyən bir qələm seçərək, məsələn, müəyyən qeydlərimizi apara bilərik. Məsələn, bu hissənin altından belə xətt çəkirik. Keçirik növbəti hissəyə, tutaq ki, buradan, məsələn, buradan qeydimizi aparırıq, müəyyən məlumatlar veririk. Bu formada davam edirik. Sonunda stop deyirik və aparacağımız bütün qeydlər düşmüş olur. Gördüyünüz kimi slaydı baxış rejimində, təqdimat rejimində bu qeydlər hamısı rekord olunmuş formada bizə göstəriləcək. Növbəti burada gördüyünüz 3 hissə təqdimatın səs, vaxt və media idarə etmələri ilə bağlıdır. Play narration nədir? Əgər təqdimatda əvvəlcədən səsli izah vardırsa və bu avtomatik olaraq aktiv formadadırsa, səs ilə bizə təqdim edir. Bunu deaktiv etdikdə səsləndirilmə istifadə olunmayacaq. İkincisi, Use Timings. Bu funksiya ilə təyin edilmiş vaxt aktiv və deaktiv etməyə imkan verir.
Əgər bu seçim aktivdirsə, slaydlar avtomatik müəyyən edilmiş vaxtlarda keçəcək. Söndürsən, slaydlar yalnız belə deyək, əl ilə keçid ediləcək və bayaq qeyd etdiyimiz kimi vaxtlardan istifadə etmək üçün aktiv qalması məqsədlə uyğundur. Növbəti hissədə isə Show Media Controls var. Burada təqdimatın daxilindəki video və ya səs fayllarında media kontrollar məsələn, yəni play düyməsi ola bilər, gördüyünüz kimi pauza düyməsi ola bilər. Onu deaktiv etdikdə slayd daxilində o düymələr göstərilməyəcək. Sonuncu hissə isə monitor hissəsidir. Buradan avtomatik olduqda, yəni PowerPoint avtomatik olaraq hansı monitorun əsas olduğunu təyin edir. Hansı ki, o bir əvvəlki hissədə də var idi, bu hissədə. Burada Premier monitor var. Yəni bu da təqdimatın məhz Premier monitor olaraq təyin edilmiş ekranda göstərəcək. Əsas ekran hansıdırsa orada göstəriləcək. Əgər kompüterdə bir neçə ekran qoşulubsa, biz əsas monitoru dəyişmək istəyiriksə, bu seçimlə istifadə edərək bunu mümkün edə bilərik. Sağ olun, salamat qalın.